7 oktyabr 2025-ci il tarixdə 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərdən olan Həsən Məqsəd Mahiroğlu'nun anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. والمؤمنات والمسلمات الأحياء منهم والأموات ثبت شهدائنا ruhları şahit بحق محمد آله وبالفاتحة مع الصلوات اللهم صل على محمد أعوذ بالله غير المغضوب عليهم ولا الضالين بسم الله اللهم صل على محمد وآل محمد Allah rahmet eylesin. Salam əziz analar, əzizlər və qardaşlar. Bugün Azərbaycanımızın şanlı tarixinə, öz canı, qanı bahasına zəfəri bizə yaşadan igid qəhrəmanımız Məqsəd qardaşımızın anım gününə yığışmışıq. Bugün tədbirimizə başlamamışdan öncə istərdim həmişə olduğu kimi Azərbaycanımızın ərazi bütövlüyü uğrunda öz şirin canlarından keçən igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad eləyək. Allah cəm şəhidlərimizin məqamını uca elə. Bizim Azərbaycanımızın tarixinə hər gün bir qələbə, bir zəfər müjdəsi gəlirdi. O qələbəni, zəfəri bizə yaşadan bizim şəhidlərimizdir. Məqsəd qardaşımızı mən Baharlı Musiqi Məktəbində işləyəndən tanıyırdım. Yəni münasibətimiz var idi. Yəni ona görə mən onun qorxmazlığın, igidliyin, dövlətə, millətə, torpağa, vətənə sevgisini dərindən bilirdim ki, həmişə vətəni, eli, obanı sevən bir oğlan idi. Və o cümlədən onun döyüş yoldaşların dinləyəndə, onların söhbətinə qulaq asanda mən ona qarşı öz hörmətim daha da artdı. Məqsəd qardaşımız şəhid olanda ona deyiblər ki, elə bir yerdir ki, oradan sən keçə bilməyəsən. Və ora getmək həm də qorxuludur. Və bir də o yerdən keçəndə gərək maşının işığını keçirəsən. Ona yemək veriblər ki, sən çörəyini yeginən, ora bəlkə də təminat apara bilməyəcəyik. Bu ondan etiraz eləyib, deyib ki, mənim yeməyimi qoyun maşına, onların da, dostlarımın da yeməyini qoyun maşına. Mən özüm aparım onu çatdıracağım. Yəni dostdan ötürü canını fəda eləyən oğlandı.
Elə də olub. Yəni yenə deyirəm, şəhidlərimizin hərəsinin şəhid olmasının bir məqamı olub ki, dostlarından ötürü canını fəda eləyib. Hansı ki, o şəhid olanda onun çörəyindən bir çiçək çitləmişmiş. Və o keçilməz yoldan, onun döyüş yoldaşlarının danışığından deyirəm. O keçilməz yoldan elə keçib ki, o təminata aparıb verəndə deyirlər ki, sən bura nətər gəldin ki, sənə bir şey olmadı. Allahı çağırıb getmişəm. Gəlmişəm ki, mənim qardaşlarım təminatsız qalmasınlar. Və bax, belə oğlu biz şagirdlərimizə həmişə onun döyüş yolundan onlara danışmalıyıq ki, onlar hamısı bilməlidir ki, bu günlərim kimin anım günündə iştirak edirlər. Və o qardaşımızın sizdən ötürü torpağın altında yatır, biz torpağın üstündə gəzirik. Bax, bizim yeraltı sərvətlərimiz çoxdur. Amma ondan ən qiymətlisi bizim şəhidlərimizdir. Bax, onu bilin. Bizim qara qızılımız var, ağ qızılımız var, neftimiz var, benzinimiz var. Amma onlardan da qiymətli bizim şəhidlərimizdir. Bax, onu bilin. Bu günlərin burada Baharlı 2 qəsəbə tam orta məktəbinin şagirdləri, müəllim kollektivi iştirak edir. O cümlədən Baharlı qəsəbə icra nümayəndəsi və şəhid ailələrinin işləri üzrə şöbə müdürü Samir müəllim iştirak edir. Şəhər nümayəndəliyi Pənah müəllim kollektivi ilə iştirak edir. Həmişə də bizim yanımızda olan, bizim bütün tədbirlərimizdə bizə yaxından dəstək olan, yanımızda olan və hər bir şeyi onunla mən məsləhətləşirəm. Bizim Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim burada iştirak edir. Bizim hər birimizin iştirakımız, mən onu həmişə demişəm, yenə deyirəm. Biz burada gəlib iştirak eləyəndə nə üzüyümüzün qaşı düşmür, nə bir şey. Mən loru dildə deyirəm. Biz bura gəlirik ki, şəhid analarından görək halallıq ala bilirik. Ki, bizə halallıq versinlər ki, mənim balamın çəkdiyi əziyyət, o şəhid olduğu sizin halalınız olsun. Şəhidin əvəzindən bizə halallıq versin. Allah yenə deyirəm, Allah hər birinizə səbir versin. Düzdür, bu bala dağı sizlə birlikdə gedəcək. Amma onu bilin ki, sizin balalarınız şərəfli yolda şəhid olur. Avariyada ölmüyür. Dəm qazından ölmüyür. Və ən şərəfli ad şəhid atası, şəhid anası olmaqdır. Onu da qoruyub saxlamaq sizlərin üzərinədir. Ən şərəfli ad. Mən sözü Samir müəllimə vermək istəyirəm. Buyurun Samir müəllim. Mən də salamlayıram şəhid analarını, tədbir iştirakçılarını. Bugün Həsənov Məqsədin anım gününü qeyd edirik. Həsənov Məqsəd 1991-ci ilin noyabr ayında Ağdam rayonunda anadan olmuşdur. Və 2 yaşında Ağdam rayonundan məcburi köçkün düşmüşdülər və bildiyimiz kimi Türk Sadır şəhərciyi adlanan Sadır şəhərciyində böyüyüb boya başa çatmışdı. Daha sonra isə Baharlı qəsəbəsinə köç eləmişdi. Və nəhayət 2008-ci ildə Həsənov Məqsəd ordu sıralarına hərbi xidmət borcunu yerinə yetirmək üçün ordu sıralarına yazılır, daha doğrusu xidmətə yollanır və xidmətini başa vurduqdan sonra o Ağdamın doğma şəhəri olan Ağdam şəhəri işğal altında olduğuna görə özü isə evin yeganə oğlu olmasına baxmayaraq hərb peşəsini seçir. Və 2008-ci ildən Azərbaycan ordu sıralarında xidmət etməyə başlayır. Və xidmət etdiyi müddətcə Gədəbəydə, Goranboyda həmişə ön xəttdə, cəbhəyanı xəttlərdə xidmətini davam elətdirir. Şəhid olur. Onun necə şəhid olması haqqında Qorxmaz müəllim məlumat verdi. O öz döyüş yoldaşlarına təminat çatdırmaq üçün həqiqətən də gecə-gündüz çalışır və bu yolda vətənin azadlığı uğrunda canını fəda edir. Və ölümündən sonra vətən uğrunda medalı, cəsur döyüşçü medalı və digər medallarla təltif olunur.
məqsədin adında olduğu kimi elə o öz məqsədinə çatdı. O məqsədi ondan ibarət idi ki, o Ağdamın, Azərbaycanın tarixi torpaqlarını düşmən tapdağından azad etsin. Bəli, o çox gənc yaşda biz onun şəhidlik zirvəsinə ucaldı və biz onun anası ilə Aybəniz xala ilə mütəmadi söhbət edəndə də onun həmişə bir sözü var ki, gözünün ağı qarası bunun yerdə nə qardaşı qalmayıb. Yəni, bəli, o evin tək oğlu idi və onun döyüş yoldaşları da həmişə söhbət edirlər. O həqiqətən də qorxmaz, cəsarətli, ürəkli, yəni bir hərbi qulluqçu oldu. Və məhz o idi ki, o 15 ilə yaxın xidmət eləmiş. Və o bilirdi ki, müharibə qaçılmazdı, bütün hərbçilər kimi. Müharibə qaçılmazdı, müharibədə ya şəhid olursan, ya qazi olursan. Ancaq o, belə deyək, öz ailəsini, öz anasını, bacısını, yəni sözünə, onların təkidinə baxmayaraq, o yenə də öz yolundan dönmür. Bugün onun ruhu şaddır, ona görə ki, bu yaxınlarda onların ailəsi Ağdam şəhərinə köçəcək. Onun anasının böyüyüb boya başa çatdığı rayon artıq işğaldan azad olunur. Və yeni məqsədlər dünyaya gəlir, yeni şəhidlərimizin adlarını daşıyan şəhidin övladları dünyaya gəlir. Yəni bunu nəyə görə vurğulayıram? Yəni o bir söz var, bir ölür, min dirilir. Yəni mən kütləvi informasiya vasitələrində oxuyuram, şəhidlərimizin döyüş yoldaşlarının əksəriyyəti döyüş yoldaşlarının adlarını öz övladlarına qoydu. Bəli, bugün həqiqətən də Qorxmaz müəllim də bayaq vurğuladı. Biz sizin qarşınızda çıxış eləmək çox çətindir. Onu fəxr edirik, qürur duyuruq ki, bugün artıq Azərbaycan torpağı tamdır, bütövdür. Bugün artıq Xocalının qisası alınıb. Azərbaycanın hər bir bölgəsində Azərbaycan bayrağı dalğalanır. Və məqsəd kimi digər şəhidlərimizin də məqsədi ondan ibarət idi ki, Azərbaycanın suverenliyi bərqərar olsun. Və bugün şükürlər olsun ki, biz bütövük, şükürlər olsun ki, Xocalının qisasını almışıq. Artıq heç bir arenada bizim sözümüzün qarşısını sözləyən heç bir ölkə, heç bir qüvvə yoxdur. Mən bir daha sizin hər birinizə səbir diləyirəm. Aybəniz xala başda olmaqla arzu edirəm ki, inşallah həmin o torpaqlara qayıdaq, həmin orada digər nəvələrinizin, övladlarınızın gözəl günlərini görmək nəsib eləsin. İnşallah ki, gözəl günlər bizi gözləyir və biz buna inanırıq. Necə orada görülən işlər göz önündədir və darlamı bildirir. Bana. Şəhid müəllimlərimizi tanımalıdırlar. Şəhid müəllimlərimizi, qələmin silaha dəyişən müəllimlərimizi. Bax, belə oğullarımızı tanımalıdırlar hamısı. Elə oğullarımız var ki, burada tarın silaha dəyişir. Universitet oxuyan qardaşımız, Tural qardaşımız məktəbin yarımçıq qoyub gedib. Bundan danışmaq lazımdır. Onları ona tanıtmaq lazımdır. Ki, yaddan çıxmasınlar. Mən indi bu günlərimində bizim şagirdlərimiz burada iştirak edirlər. Baharlı 2 qəsəbə tam orta məktəbinin şagirdləri. Hansı ki, məqsədin sinifinə girəndə onlar ona əskəri salam verib girirlər. Bu qürur vericidir. Mən bunu bütün məktəblərə arzulayıram. Tək Baharlı qəsəbəsinə yox. Hər bir məktəbə arzulayıram ki, elə eləsinlər. Buyurun şahid. Asta basın o torpağa, orada şəhid nəfəsi var. Qan qarmış o torpaqda şəhidimin həvəsi var. Qurban olum, yavaş gəzin, o dağlarda, o daşlarda. Qara şallı bir ananın dağlar boyda yarası var. Qurban olum ana torpaq, bərk qucaqla sən balamın. Naçam gedən şəhidimin evdə ağlar anası var. Şəhidlər ölmür ki, qəlbdə yaşayır, ruhuna hörmətlə olunur sükut. Ey şəhid anası, ağlama nə olar? Sil göz yaşlarını, başını dik tut. Sən elə qəhrəman böyütmüsən ki, millətin fəxr edir oğlunla ana. Vətəni qorumaq üçün gedən igidlər,
torpağı bəxş edib Azərbaycana. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməzdi axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağına qarışmışam. Sarılaraq bayrağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Çörək olub qarışmışam vətənimin havasına. Cismim köçüb bu dünyadan. Kim ki məni arzulayar, şirin bir yuxu olub, tez gələrəm yuxusuna. Mən şəhidəm, ölməmişəm. Şeirlərdə, qəzəllərdə yaşayıram. Filmlərdə, rəsmlərdə, əsərlərdə yaşayıram. Xalqımın qəhrəmanıyam. Heç zaman unudulmuram, heç zaman yaddan çıxmıram. Bu ana vətənimin haqq səsidir şəhidlər. Min bir adın içində müqəddəsdir şəhidlər. Şəhid oldu oğullar, vətən yaşasın deyə. Qarabağ azad olub, haqqa qovuşsun deyə. Şəhidlərin adları bütün eli dolandı. Bayrağımız Şuşada, Laçında dalğalandı. Bu quruca sorpağın başın sağ olsun vətən. Hər şəhidin bir bayraqdır, başın sağ olsun vətən. Şəhidlər ölmür. Şəhidlər o vaxtda ölür ki, onlar unudulur. Siz də çalışın, unutmayın. Sizdən sonra gələn nəsilə siz də məqsəd haqqında məlumatlar verin. Və yaxud universitet oxuyasınız. Hansısa bir ali məktəbə girəsiniz. Orada deyin ki, bizim şəhidlərimiz var idi, Sərvanımız var idi, Toğrulumuz var idi, Novruzumuz var idi, Elçinimiz var idi, Elvarımız var idi, Məqsədimiz var idi, Qəşəmimiz var idi. Onlar haqqında məlumat verin. Özünüz məlumatlı olun ki, onlara da məlumat verin. Qoy görsünlər ki, bizim igidlərimiz, qəhrəmanlarımız var. Təşəkkür edirəm. Keçin ora. Və biz həmişə şəhidlərimizi yadımızda saxlayacağıq, ürəyimizdə saxlayacağıq və həmişə də evdə, məktəbdə, bağçada şagirdlərimizə vətənpərvərliyi aşılamalıyıq. Həmişə. Allah xanəmiyə rəhmət eləsin, qəni-qəni rəhmət eləsin. Həmişə gəlib deyirdi ki, o nəsildə ki, qəhrəman var, orada qəhrəmanlar həmişə yaşayacaqdır. Məqsəd gilində, nəslində bir qəhrəmanımız var ki, Məqsədin anasının əmsidir. O da qəhrəmandır. O nəslin qəhrəmanıdır. Və bizim bura gələn o qəhrəman oğullarımız da gələcəyin igid qəhrəmanları. Baxın, yeganə məktəbdir ki, Şəhidlər Xiyabanına oğlanları ancaq gətirirlər. Bu da ondan irəli gəlir ki, Xana əminin bunlara bir tövsiyəsi var idi. Həmişə Şəhidlər Xiyabanına oğlanları gətirin. Qoy qəhrəmanlığı öyrənsinlər, igidliyi öyrənsinlər. Bunların döyüş yolundan onlara danışın, qoy onları bilsinlər. Görmədiyimiz igidlərdən, qəhrəmanlardan danışıb onları anlatmayaq. Bizim bax, gördüyümüz, eşitdiyimiz, bildiyimiz qəhrəmanlardır bunlar. Bax, bunların şəhidlərimizin, o cümlədən qazilərimizin, veteranlarımızın həmməşə o sözlərin qulağınızda sırğa eləyin. Və məktəblərdə mən xahiş eləyirəm, o qazilərimizi, müəllimlər, ay məktəb direktorları, qazilərimizi dəvət eləyin, o oğlanlarla söhbətlər aparsınlar, hərbidən danışsınlar, hərbi hazırlıq müəllimi onlardan danışsın, o igidliyi, qəhrəmanlığı danışsınlar. Çünki bunlar gələcəyin qəhrəmanıdır. Sabahları məskərliyə gedəndə bunlar əziyyət çəkməsinlər. Bizim məqsədimiz budur. Məktəblərin bura gəlməyi, bu şəhid analarının hamısının bir balaca olsa yarasına məlhəm çəkir ki, siz onun evin ziyarət eləyəndə, buranı ziyarət eləyəndə, analarımız elə bilir ki, onun övladları gəlir. Bax, onu bilin. Mən bir videoya baxmışam, Məqsədin ad günündə müəllim uşaqları yığıb, hansı ki, Məqsədin adını daşıyan sinfin uşaqları. Həqiqətən kövrəldim, həm də qürurlandım. Aybəniz xala ki, qapını açanda deyir, elə bildim ki, Məqsəd gəlib. Mən həqiqətən də
telefon əlimdə həqiqətən də mən həm qürurlandım, həm ağladım. Yəni onu mən hər bir kəsə deyirəm. Tək Baharlı 2 qəsəbə məktəbinin kollektivinə demirəm. Bütün müəllimlərə deyirəm. Bütün məktəb direktorlarına deyirəm. Mən onlara deyirəm ki, bunlar bura gələndə ayrı bir yerə apar. O həmişə bizim tədbirlərimizdə şəhidlərimizə öz qələmi ilə, ürəyindən gələn sözləri qələminə köçürür. Buyurun. Mən həmişə özümə boş bilirəm. Bu xiyabana gəlib, bu uşaqları belə deyək də, mənim balalarımdır, nəvələrimdir. Ona görə uşaqlar deyirəm. Onları ziyarət eləməyi özümə həmişə boş bilmişəm. Deyirlər ki, bir dəfə qulağıma bir söz gəldi. Dedilər ki, şəhidlər haqqında o qədər danışılıb ki, daha deyiləsi söz qalmır. Onda mən dedim, kimdir deyəsi söz qalmayıbdır. Hər birisi bir romandır şəhidlər. Hünərləri sığmaz şeirə, sözə, unudulmaz qəhrəmandır şəhidlər. Bilə-bilə şəhidliyi seçdilər. Vətən üçün canlarından keçdilər. Qisas almaq üçün bir and içdilər. Doğrultu istəyib andı şəhidlər. Əklil oldu qohumların xonçası. Açılmadı anaların boğçası. Xiyabana köçür cənnət bağçası. Məzarları gülüstandır şəhidlər. Unudulmaz qəhrəmandır şəhidlər. Ən müqəddəs insanlardır şəhidlər. Şəhidləri unutmağa bizim haqqımız yoxdur. Mən də Azərbaycan vətəndaşıyam. Məni də bir məktəb tərbiyə eləyib. Məni vətənpərvər ruhda tərbiyə eləyən öz müəllimlərimə Allah rəhmət eləsin. Mən sizdən xahiş eləyirəm. Ey bura gələn tədbir iştirakçıları, hər biriniz övladlarınıza, nəvələrinizə başa salın ki, şəhidlər unudulmazdır. Mən Mehdi Hüseynzadəni, Qafur Məmmədovu, Həzi Aslanovu, İsrafil Məmmədovu unutmadığım kimi siz də gələcək nəsillərə bu oğlanların igidliyindən danışıb onların unudulmazlığını başa salın. Şəhidlər haqqında o qədər danışmaq olar ki, onlar haqqında danışanda həm həyəcanlanıram, həm qəmlənirəm, həm də içimdən bir qürur gəlir. Bəli, şəhidlər Azərbaycanın varlığını təsdiq elədi. Şəhidlər öz mührünü vurdu Azərbaycan varlığına. Qarabağ Azərbaycandır. Şəhid ailələrinin həmişə yanında olmalıyıq. Bu, hər kəsin vətəndaşlıq borcudur. Mənim heç bir vəzifəm yoxdur. Məni bura gəlməyə heç kəs məcbur eləmir. Mən bura gəlməyə də bilərəm. Ancaq mənim qəlbim məni bura çəkib gətirir. İnanın, mən bura gec gələndə bu uşaqları mənim könlüm istəyir. Ay cəmaat, inanın, and içirəm. And içirəm, mənim könlüm istəyir bu uşaqları. Hər birinizə borçluyam. Bunların anaları icazə vermir mən onların əllərindən öpəm. Amma elə istəyərəm ki, onların əllərindən öpəm. Onların qarşısında dönə-dönə baş əyirəm. Mən inanıram ki, gələcəkdə də bunların adını daşıyacaq uşaqlar dünyaya gələcək. Ancaq mənim bir arzum var. Qoy o uşaqlar qəhrəman olsun. Quruculuq işlərində, təhsildə, yaradıcılıqda, döyüş meydanlarında yox. Mənim ən böyük arzum budur. Sağ olun. Mənə söz verdiyinizə görə təşəkkür ederim. Sağ olun. Bir daha deyirəm, həmişə gələcək nəsli vətənpərvər ruhda böyütməliyik. Baharlı 2 qəsəbə tam orta məktəbində bizim 1-ci Qarabağ müharibəsində şəhid olmuş igid qəhrəmanımızın bacısı da orada təhsil verir. Öz qardaşının igidliyindən, qəhrəmanlığından danışır o uşaqlara. Bu şəhidlərimizin qəhrəmanlığından danışır onlara. Bax, elə müəllimlərimiz var olsun. Və həmişə də bizim igid qəhrəmanlarımız bu sözlə deyirlər. Vətənə! Sədaqət! Xalqa! Məhəbbət! Düşmənə! Nifrət, nifrət, nifrət! Hər şey vətən üçün! Hər şey vətən üçün! Vətən sənə canım fəda! Vətən sənə canım fəda! Həmişə də bu sözü deyirlər. Şəhidlər, biz sizi heç unutmarıq! Şəhidlər, biz sizi heç unutmarıq! Unutmarıq və unutturmarıq. Mən hacımız buradadır, rayonumuzun axındı və onun gözəl duasını eşidək. Salli ala Muhammedin və ali Muhammed.
أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لا أقسم بهذا البلد وأنت هل بهذا البلد ووالد وما ولد لقد خلقنا الإنسان في كبد أيحسب أن لن يقدر عليه أحد يقول أهلكت مالا لبدا أيحسب أن لم يره أحد ألم نجعل له عينين ولسانا وشفتين وهديناه النجدين فلاقتحم العقبة أدراك ما العقبة فك رقبة أو إطعام في يوم ذي مسغبة يتيما ذا مقربة أو مسكينا ذا متربة ثم كان من الذين آمنوا وتواصوا بالصبر وتواصوا بالمرحمة أولئك أصحاب الميمنة والذين كفروا بآياتنا هم أصحاب المشأمة صدق الله العلي العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين إلهي أنا عبد لإمام حبه فرض علينا لا والي ولديه حسنا ثم حسينا سادات آل رسول هو مبعوث علينا جبل ثم جسد من حسن داش لدينا وصلى الله على أشرف الأنبياء والمرسلين والحمد لله رب العالمين آمين آمين يا رب العالمين آمين اللهم بلغ وأوصي الصواب ما قد قرانه من كتابك المجيد وله المغفور من هذا الشهيد وجمع شهداء وطن وبحق حرمة سورة الفاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن